Müharibə bu şiddətlə davam eləsə, İsrail çökəcək. Nəyə görə deyirəm Sevinç xanım? Ona görə ki, İsrail balaca bir dövlətdir. İsrailin ərazisi balacadır. Bu müharibənin dərin kökləri var. Bu nüvə, nə bilim, İran nüvə silahı hazırdır. Heç bir zibil deyil, yəni deyirlər, özlərini zibilə salıblar bu İranlılar. Bizim qonşularımız, açıq demək istəyirəm, özləri də bilirlər ki, sən, yəni o qədər zibil qaynatmısan sağında, solunda, nə dostluğu bilmirsən, nə düşmənivi bilmirsən. Sən nə nüvə silahından danışırsan və ayın 13-dən ayın 12-si idi. Məsud bəy Pezişkiyan durub bəyanat verir ki, nə bilim, nüvə silahı İranın müstəsna, nə bilim, haqqıdır. Bu bizim, nə bilim, hüququmuzdur. Qardaş, başa düşürəm, hüququ özündə saxla, içində saxla da. O kişiyə hüququm nədən ötürü verilir? Hərçənd ki, mən də İranın nüvə silahı əldə etməsinin tərəfdarı deyiləm. Durduğu yerdə dingildiyir. Bunun sabah nüvə silahı olandan sonra bilirsiniz necə deyəcək, neynəyəcək? Deyəcək, burada mənəm, Bağdadda da kör xəlifə. Buna da İran deyərlər. Başa düşürsünüz? Ermənistanın başını tumarlayan, Ermənistanı separatizmi dəstəkləyən İran deyərlər. Amma istənilən halda orada əziyyəti bizimkilər çəkirlər. Baxın, Ərdəbil vurulur, baxın, İsfahan vurulur, baxın, Təbriz vurulur, baxın, Rəşt vurulur, baxın, Tehranın özü bombardmana məruz qalır. Ruslarla bunlar çox belə yaxındılar axı. Sizə bu lazım idi, etavamlarda. Sizə bu lazım idi. İşimi görürsən bir ağılla da. Bundan sonra bunların heç, yenə deyirəm, düzdür, indi dostlar deyirlər 80 metr dərinlikdə o bunkerlara hələ zərbə vurulmayıb. Qardaşım, yenə də deyirəm, kommunikasiya pozulub. Mütəxəssisləri bundan sonra avtomat gülləsi altında ora sala kimsə tapılmayacaq və hansısa bir ağılsız gedib orada İranın nüvə zənginləşdirilməsi proqramında yaxın bir neçə ilə ora gedəsi deyil və başını o, belə deyil də, baltanın altına heç kim qoyası deyil. Proqram pozuldu. İsrail bir neçə məqsədinə nail oldu. Amma eyni zamanda İsrail də tərs şapalaq aldı. Mən sizə deyim ki, mən keçən dəfə dedim, sizin verilişdə idi, səhv eləmirəmsə, dedim ki, Benyamin Netanyahu onu çarmıxa çəkəcəklər. Görəm orada İsrail sevdalılar, bir hücum çəkiblər, sən demə, mən çarmıxı gətirmişəm azadlıq meydanına, gediblər Benyamin Netanyahunu gətirməyə, onu burada asacaqlar. Benyamin Netanyahu bu günləri İsrail üçün fəlakətdir. İsrail xalqı onu hələ nə günə qoyacaq, onu görəcəksiniz siz.